Salam əziz şagirdlər. Deməli bugün Azərbaycan dili 9 illik dim toplusundan əvəzlik suallarının izahına baxacaq. Əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Məna növü, deməli qarşısına qeyd edək. Birincisi A bəndi qeyri-müəyyən əvəzlik kimsə, hamı qeyri-müəyyən əvəzlik, hərə qeyri-müəyyən əvəzlik, nə isə yenə qeyri-müəyyən əvəzlik, filan öz, hər, bütün filan eyni, bu isə təyini əvəzlik. Düzgün cavab Y bəndi olacaq. Hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil? Şərtimiz nə idi? O əvəzliyi kim və yaxud da ki, nə sualına cavab verməlidir. Özündən sonra isim, sifət, say, sonra zərf, feili sifət, modal söz, bir də nida gələrsə vergül qoyulacaq. O atamın yaxın dostudur. Kim sualına cavab verir? Özündən sonra ata isim gəlib, deməli vergül düz qoyulub. O məğrur bir vəziyyət aldı. O kim sualına cavab verir? Özündən sonra sifət gəlib, deməli doğru qoyulub. O oxumalı idi. Burada oxumalı təsriflənən feildir. Təsriflənən feil gələndə isə vergül işarəsi söhbəti yoxdur. Deməli bu səhvdir. O səyahətdən yorulmayıb. Kim? O. Səyahət isimdir. Deməli vergül doğru qoyulub. O 19-cu dəstənin fəxridir. 19-cu saydır. Burada da qeyd eləmişik. Deməli vergül doğru qoyulub. Deməli baxın bu formada getmək lazımdır. Testlərin işlənmə qaydası belə olmalıdır ki, siz mexaniki səhvlərə yol verməyəsiniz, özünüzü çaşdırmayasınız. Burada da düzgün cavab C bəndi olacaq. Hansı nümunədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Qayda yenə buradakı kimidir. Bu qaydanı artıq əzbər bilməlisiniz. Deməli həm kim nə sualına cavab verəcək, həm də hansı sualına cavab verəcək. Bu ki bizim yerlimizdir. Bu kim sualına cavab verir. Ona görə bu şərtimizə uyğun deyil. Yəni burada qoyulmayacaq. Bugün istidir. Bugün ikisi birlikdə təhlil olunur, parçalanmır. Ona görə vergül qoyulmayacaq. Bu da özündən sonra da gəlib. Deməli vergül bağlayıcıdır. Yəni vergül qoyulma şansı yoxdur. Bu qatar Təbrizə gedir. Gözünüz aydın. Hansı qatar Təbrizə gedir? Yəni hansı sualına cavab verir? Yəni vergül qoyulmayacaq. Bu tapşırığı vaxtında bitirdi. Burada iki formada başa düşə bilərik. Kim tapşırığı vaxtında bitirdi? Bu olduğu zaman vergül qoyulacaq. Bu tapşırığı vaxtında bitirdi. Hansı tapşırığı vaxtında bitirdi? Qoyulmayacaq. Görürsünüz ki, həm müsbət qoyduq, həm mənfi. Yəni həm qoyula bilər, həm də qoyula bilməz. Düzgün cavab Y bəndi olacaq. Dördüncü suala baxırıq. Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yenə kim və yaxud da ki, nə sualına cavab verməlidir, həm də hansı sualına cavab verməlidir. O, buradakı uşaqların hamısından böyük idi. Kim, yalnız kim sualına cavab verir. Deməli, vergül, buradakı da sifətdir. Vergül qoyulmalıdır. Yəni, vergül qoyulacaq deyirik. Bir ayda qoyulmalıdır deyib, bura müsbət qoydum. Qoyulmayanda mənfi qoyacam. Yəni, qoyula da bilər, qoyulmaya da bilər. Bu işarələrdə qeyd edirəm ki, daha asan olsun. Bir ayda o necə də qaralmış və kökəlmişdi. O, kim sualına cavab verir? Necə də ədatdır. Ədat olanda vergül qoyulmayacaq. Vergül qoyulmayacaq. O, durandan sonra hara isə tələsir. Kim? O. Duran da feili sifətdir, vergül qoyulacaq. Amma vergül qoyulmama ehtimalı yoxdur. Yəni, o durandan sonra, hansı durandan sonra deyəmirik. O, kitabı vərəqlədi. Kim? O. Deməli, kitab da isimdir deyə vergül qoyulacaq. Vergül qoyduq. Bir də, o kitabı vərəqlədi. Hansı kitabı vərəqlədi? İkisi sualda cavab verir. Deməli, belə də olanda da vergül qoyulmayacaq. O əsərlər bizim üçün çox qiymətlidir. Hansı əsərlər bizim üçün çox qiymətlidir? O əsərlər. Burada yalnız hansı sualına cavab verir? Deməli, vergül qoyulmayacaq. Bizə lazımdır həm müsbət, həm mənfi olan
O da cavab D-dədir. İşarələrlə işləməyi öyrənsəniz, bu sizin üçün daha tez və sürətli olacaq. Öyrəşənə qədər biraz vaxt ala bilər, amma öyrəşdikdən sonra bu rahat olacaq. Bu bizim ən müqəddəs vəzifəmizdir nümunəsində bu işarə əvəzliyi hansı hissəsini əvəz edib? Bu bizim ən müqəddəs vəzifəmizdir. Burada nə sualına cavab verirsə, deməli ismi əvəz edib. Vəssalam. Mən də bilirəm nəçiyəm, nəyəm cümləsində əvəzin hansı məna növü işlənib? Mən şəxs əvəzliyi, nəçi sual əvəzliyi, nəyəm sual əvəzliyi. Deməli, nəticə etibarını gördük. Şəxs əvəzliyi, bir də sual əvəzliyi işlənib. Düzgün cavab B bəndi olacaq. Digər suala baxırıq. Belə məsələlər hamını yaman yorub cümləsində əvəzliyin hansı məna növləri işlənib? Belə işarə əvəzliyi, hamı qeyri-müəyyən əvəzlik, deməli, işarə və qeyri-müəyyən əvəzlik. Düzgün cavab C bəndi olacaq. İşarə əvəzliklərini müəyyən edin. Yəni, bu qədər də çətin sual deyil. O, bu, elə, belə, həmin. Yəni, bunlardan birisi olacaq. Yəni, bu və elə burada gördük. Düzgün cavab B bəndi olacaq. İşarə əvəzliklərini müəyyən edin. Yenə də eyni formadadır. Belə və həmin C bəndində görülür. Hansı cümlədə əvəzlikdən sonra vergül olmamalıdır? Yenə ikinci sualda izah edədiyimiz qayda ilə gedəcəyik. O peşəkar idi. Kim? O. Kim sualına cavab verir? Peşəkar da sifətdir. Deməli, vergül qoyulmalıdır. Bu ilk uğurumdur. Nə sualına cavab verir? Özündən sonra da ilk sifət gəlib. Deməli, yenə vergül qoyulmalıdır. O ağıllı qızdır. Kim? O sualına cavab verir. Ağıllı da sifətdir. Deməli, vergül qoyulmalıdır. Bu da gəldi. Buradakı da köməkçi hissəsidir. Ona görə vergül qoyulmayacaq. Bu çempiondur. Kim? Bu. Kim sualına cavab verir. Özündən sonra çempion isim gəlib. Deməli, burada da vergül qoyulmalıdır. Düzgün cavab D bəndi olacaq. 11-ci suala baxırıq. O adam öz taleyindən nigarandır nümunəsində əvəzliyin hansı məna növləri işlənmişdir? O adam, hansı adam sualına cavab verir? Bu olacaq təyin işarə əvəzliyi. Yəni, işarə əvəzliyi. Öz taleyindən öz də təyini əvəzlik. Deməli, işarə və təyini əvəzlik. Düzgün cavab B bəndi olacaq. 12-yə baxırıq. Hansı cümlədə o əvəzlikdən sonra vergül işarəsindən istifadə edilə də bilər, müsbət, edilməyə də bilər, mənfi. Deməli, həm müsbət, həm mənfini görəcəyik. Mən səndən o qələmi istəyirdim. Hansı qələmi? Hansı sualına cavab verir? Artıq bu nə sualına cavab verməyəcək. Deməli, burada vergül olmayacaq. O kitabı mənə ver. Hansı kitabı mənə ver? Deməli, vergül burada işlənməyəcək. Çünki təyin vəzifəsindədir. Həm də hansı sualına cavab verir. O gün sən gəlməmişdin. Burada da onu biz kim sualına cavab verə biləcək formada istifadə edə bilmirik. Vergül qoyulmayacaq. O bağda işləyirdi deyə bilərik. O zaman vergül qoyuruq çünki özündən sonra isim gəlib. Bir də o bağda işləyirdi. Hansı bağda işləyirdi? Burada vergül qoyulmaya da bilər. O hətta qonaqlara da məhəl qoymadı. Hətta burada köməkçi hissəsidir. Vergül qoyulmayacaq. Deməli, mənfi və müsbət olan D bəndi, yəni düzgün cavab D olacaq. Hansı cümlədə o əvəzindən sonra vergül istifadə edilə də bilər, müsbət, edilməyə də bilər, mənfi. Yenə də həm müsbət, mənfi olanı götürməliyik. O da eyvanda dayanıb bizə baxırdı. Da köməkçi hissəsi olduğuna görə burada vergül qoyulmayacaq. O səni çoxmu sevindirdi? Kim sualına cavab versə də sən əvəzlikdir, ona görə vergül qoyulmayacaq. O şairin yeni şeirlərini bloknota yazdı. Hansı şairin? O şairin deyə bilərik. Bir də o şairin yeni şeirlərini bloknota yazdı. Kim yazdı? Burada da
mübtəda olur. Özündən sonra isim gəlir və vergül işlənir. Deməli, burada qoya da bilərik, qoymaya da bilərik. O yaşıl meydança uşaqlar üçün düzəldilib. Hansı yaşıl meydança? Burada vergülə ehtiyac olmayacaq. O gün uşaqlar da gəlmişdilər. Yenə burada o gün kim sualına cavab verməyəcək. Burada o, ona görə bir gedir və vergül qoyulmayacaq. Hər ikisi olan isə C bəndi oldu. O əvəzindən sonra qoyulmuş vergül işarəsi hansı bənddə doğrudur? Deməli, doğru olan istəyir, yəni vergül qoyulması doğru olan istəyir. Artıq o günlər geridə qalmışdı. Hansı sualına cavab verir? Deməli, burada vergül olmamalıydı. O, həyatın bərkini, boşunu görmüş adamdır. Kim? O. Kim sualına cavab verir? Özündən sonra isim gəlib deyə vergül qoyulması doğrudur. O şənbə gecəsi, o qətl günü mümkünə döndərdik, çox namümkünü. O şənbə gecəsi, hansı şənbə gecəsi, hansı qətl günü. Demək, bunlarda heç birində vergül olmamalıdır. O da çox çalışırdı. Burada dokumentin hissəsində deyə vergül olmamalıdır. Sabah o getməlidir, təsriflənən feildir. Burada vergül olmamalıdır. Demək, düzgün cavab B bəndi olacaq. Hansı cümlədə bu əvəzi ilə sonra vergül olmamalıdır? Yenə eyni formada düşünəcəyik. Bugün onunla danışacağam. Burada vergül olmaz. Bu testlər toplusudur. Nə? Bu. Özündən sonra da isim gəlir. Deməli, vergül qoyulması düzdür. Bu, deyəsən onlardandır. Deyəsən modal sözdür. Modal sözdən əvvəl və sonra vergül qoyulması doğrudur. Bu, kollektivin iş planıdır. Nə? Bu. Özündən sonra da kollektiv isim gəlib, ona görə vergül qoyulmalı doğrudur. Bu, maraqlı əsərdir. Nə sualına cavab verir? Maraqlı da sifətdir. Özündən sonra vergülün işlənməsi doğrudur. Deməli, düzgün cavab A bəndi olacaq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yenə mənfi və müsbət ikisi də eyni anda olmalıdır. O da bizim kimi həvəslə çalışır. Kim sualına cavab verir? Özündən sonra köməkçinin səsi gəlib deyə vergül qoyulmamalıdır. O həm də gözəl qarmon çalır, həm köməkçinin səsidir deyə vergül qoyulmamalıdır. O universitetdə oxuyuram. Hansı universitetdə oxuyuram? Təyindir, vergül qoyulmayacaq burada da. O binanın qarşısında dayanıb məni gözləyirdi. Hansı binanın qarşısında dayanıb deyə bilərik. Bir də kim binanın qarşısında dayanıb məni gözləyirdi? Yəni, kim sualına da cavab verir. Binada isim olduğuna görə burada vergül işlənə bilər. Deməli, həm vergül işlənə bilər, həm də işlənə bilməz. O ki, yaxşı şagirddir. Ki, burada ədaddır. Ona görə də oradan sonra vergül qoyulmayacaq. Deməli, həm işlənə bilən, həm də işlənə bilməyən variant D bəndi olacaq. Növbəti suala baxırıq. Deməli, 17-ci sual. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, həm müsbət, həm mənfi. O, qalxıb qapıya tərəf getdi. Qalxıb feili bağlamadır deyə. Burada kim sualına cavab versə də vergül qoyulmayacaq. O, heç dəyişməyib, heç köməkçinin səsdir, yəni ədaddır. Modal deyil, nida deyil, ona görə vergül qoyulmayacaq. O, kəndə getdi. Kim kəndə getdi? O. Burada kim sualına cavab verir? Vergül qoyula bilər, çünki özündən sonra isim var. Bir də o kəndə getdi. Hansı kəndə getdi deyə bilərik. Deməli, o zaman da vergül qoyulmayacaq. O adamı yaxşı tanıyırıq. Deməli, burada onu kim formasında istifadə edə bilmirik. O adamı yaxşı tanıyırıq. Hansı adamı yalnız təyin kimi işlənir, vergül qoyulmayacaq. O illəri geri qaytara bilməzsən, hansı illəri? Burada da yenə hansı sualına cavab verir deyə vergül qoyulmayacaq. Deməli, düzgün cavabımız da C bəndi olur. 18-ci suala baxırıq. Birində vergül düzgün qoyulmamışdır. Bu, 20 saylı məktəbin şagirdidir. Kim bu? Kim sualına cavab verir? Özündən sonra say gəlib.
Ona görə vergül doğru qoyulub. Bu müəllimin kitabıdır. Nə? Bu. Nə sualına cavab verir? Müəllim də isimdir. Ona görə vergül doğrudur. Bu xeyirxah insandır. Kim sualına cavab verir? Xeyirxah da sifətdir. Deməli, vergül düzgün istifadə olunub. O maraqlı rəvayətləri toplayır. O toplayır. Kim toplayır? Sualına cavab verir. Kim sualına cavab verir? Maraqlı da sifətdir. Deməli, vergül doğru işlədilib. O gəlməyəcək. Kim gəlməyəcək? Kim sualına cavab versə də gəlməyəcək təsriflənən feildir. Qaydalara əsasən isə təsriflənən feillər gələrdə vergül qoyulmaz. Deməli, düzgün cavab Y bəndi olacaq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O həmişə sadə adamlarla görüşməyi sevərdi. Kim sualına cavab verir? Həmişə zərfdir. Deməli, vergül doğru qoyulur. Yenə o gələcək, vəziyyət düzələcək. Gələcək təsriflənən feildir. Ona görə o kim sualına cavab versə də vergül olmamalıydı. O gözəl mahnıları ilə hamının qəlbini oxşardı. Kim sualına cavab verir? O gözəl də sifətdir. Özündən sonra sifət gəldiyinə görə vergülün burada işlənməsi doğrudur. O gözəl bir insan idi. Kim sualına cavab verir? Yenə gözəl sifətdir. Özündən sonra vergül qoyulmaq doğrudur. O diqqətlə ətrafı gözdən keçirdi. O kim sualına cavab verir? Diqqətlə zərfdir. Ona görə burada da vergül işlənməsi doğrudur. Deməli, bizdən yanlış istəyir, qoyulub bilməzi istəyir. Ona görə də cavab B bəndi olacaq. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi hansıdır? Samir kənddə yaşayır ki, burada ümumiyyətlə sual əvəzliyi yoxdur. Sən məndən küsmüsənmi? Sual əvəzliyi yoxdur. Niyə bizə gəlmirsən? Niyə sual əvəzliyidir? Məgər o səninlə getməyəcək? Sual əvəzliyi yoxdur. Bəs bugün imtahana hazırlaşmayacaqsan, yenə sual əvəzliyi yoxdur. Düzgün cavab C bəndi olacaq. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi Elnur məktəbdən nə vaxt qayıdıb? Nə vaxt burada sual əvəzliyidir. Deməli, düzgündür. Məgər o düz danışır? Sual əvəzliyi yoxdur. Sabah işə gedəcəksənmi? Sual əvəzliyi yoxdur. Qonaqlar yatıblar ki, sual əvəzliyi yoxdur. Bəs sabahki tədbirə hazırlaşmayacağıq. Burada da yenə sual əvəzliyi yoxdur. Düzgün cavab A bəndi olacaq. Növbəti suala baxırıq. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlənən əvəzlik hansıdır? Ümumi şəkildə müəyyən etmək üçün işlənən əvəzlik deyəndə bu tərifə birbaşa gedir. Yəni, təyini əvəzliyi istəyir. Düzgün cavab da B bəndi olacaq. Əvəzliklərini nöqtələrin yerinə cümlələrin hansı ardıcıllığına uyğun əlavə etmək olar? Axır çərşənbədə hamı tonqal başına yığılır. Deməli, bir ardıcıllığına qoyaq. Hər anaya öz övladı əzizdir desək, deməli, hər sözünə 2 qoyaq, öz sözünə də 2 qoyaq. Sonra heç kəs unudulmur, heç nə yaddan çıxmır. Burada da heç kəs yoxdur, heç kim var. Deməli, heç kim bura 3 yazdıq. Heç nə. Bunu da 3 yazdıq. İməclikdə hərə bir ağa çəkdi. Hərə 4. Ağıllı uşaq özünü bələkdə göstərər. Özünü sözünü bura yazırıq. Bu da 5.
Deməli, ardıcıllığına görə 1, 5, 3, 4, 2. 1, 5, 3, 4, 2 cavab Y bəndi olacaq. Hansı cümlələrdə o, bu əvəzliklərindən sonra durğu işarələri düzgün qoyulmamışdır? Bu, ömür kitabımdır. Bu, nə sualına cavab verir? Özündən sonra isim gəlib, deməli, vergül qoyulması doğrudur. O yerlərin meşələri çox səfalıdır. Hansı yerlərin? Hansı sualına cavab verir? Deməli, vergül qoyulmamalıdır. Hələ o tələbəlik illərini xeyli xatırlayacaqsan. Hansı tələbəlik illərini? Yəni, hansı sualına cavab verir? Vergül qoyulmamalıdır. O, alnına qaldırdığı eynəyini çıxardı. Kim? Sualına cavab verir. Özündən sonra aldın isim gəlib, deməli, vergülün qoyulmağı doğrudur. Bu müəllim 4-cü kursda mühazir oxuyacaqdır. Hansı müəllim? Hansı sualına cavab verir deyə, deməli, vergül qoyulmayacaq. Düzgün qoyulmamışdır istəyir, yəni yanlışları 2, 3 və 5. Düzgün cavab B bəndi olacaq. O, əlbəttə gələcək cümləsində o əvəzliyindən sonra nə üçün vergül qoyulmuşdur? O, kim sualına cavab verir? Özündən sonra da modal söz gəlib. Ona görə də vergül qoyulubdur. Deməli, özündən sonra modal söz yükləndiyi üçün düzgün cavab elə A bəndi olacaq. Digər bəndlər isə yanlışdır. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğru deyil? O, məğrur bir vəziyyət aldı. Kim sualına cavab verir? Məğrur sifətdir. Deməli, vergül düzgün qoyulub. O, gələcək. Təsriflənən feildir. Ona görə vergül qoyulmamalıdır. Burada səhvdir. O, dostluqda dəyanətlidir. Kim sualına cavab verir? Dostluqda nədə? İsimdir. Ona görə vergül doğru qoyulub. O, səyahətdən yorulmamışdı. Nədən yorulmamışdı? Səyahət isimdir. Kim sualına cavab verir? O, deməli, burada da doğru qoyulubdur vergül işarəsi. O, 19-cu dəstənin fəxridir. Kim sualına cavab verir? O, 19-cu da saydır. Deməli, burada durğu işarəsi düzgün qoyulub. Cavab B bəndi olacaq. Təyini əvəzliklərdən ibarət cərgəni müəyyən edin. Təyin əvəzliklər öz, hər, bütün, filan və eyni. Bunlardan uyğun gələn. Öz, hər, bütün, filan düzgün cavab A bəndi olacaq. Yalnız təyini əvəzliklərdən ibarət cərgəni müəyyən edin. Yenə eyni formadadır. Öz, hər, bütün cavab Y bəndi olacaq. Şəxs əvəzliklər və qeyri-müəyyən əvəzliklər əsasən hansı cümlə üzvləri vəzifəsində işlənir? Bunlar əsasən ismin yerində işləndiyinə görə daha çox cümlədə mübtəda, bir də tamamlıq olacaq. Deməli, düzgün cavab C bəndi olur. Biri qeyri-müəyyən əvəzlik deyil, bəziləri qeyri-müəyyəndir, hər şey qeyri-müəyyəndir, özüm təyin əvəzlikdir. Kimisi qeyri-müəyyən əvəzlikdir, hərə qeyri-müəyyən əvəzlikdir. Və düzgün cavab C bəndi olacaq. Hansı əvəzliklər sifətin yerində işlənə bilir? Deməli, biz və siz ismin yerində işlənir. O, işarə əvəzliyidirsə sifətin, şəxs əvəzliyidirsə ismin yerində işlənir. O, bu həmin işarə əvəzliyi olduğunu güman eləsək, bunların elə sifətin yerində işlənə bilir deyəcək. Kim isə, nə isə, bəzisi ismin yerində işlənir. Mən, sən, onlar hamısı ismin yerində işlənir. Neçə sayın yerində işlənir. Nə qədər yenə sayın yerində işlənir. Deməli, düzgün cavab B bəndi olacaq. Nümunədə əvəzliyin hansı növü işlənmişdir? Hamı qeyri-müəyyən əvəzlik, uca tutsun insan adını, qoy qəlbi qaralar yanıb qaralsın. Hamı qeyri-müəyyən əvəzlik, düzgün cavab C bəndi olacaq. Hansı işarə əvəzliyi sifəti və zərfi əvəz edə bilər? Sifəti və zərfi əvəz edə bilən elə və belə əvəzlikləridir. Düzgün cavab C bəndi olacaq. Əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə qeyri-müəyyən, nə isə qeyri-müəyyən, hərə qeyri-müəyyən, həmin
işarə, hər şey yenə qeyri-müəyyən. Deməli, düzgün cavab D bəndi olacaq. Hansı əvəzliklər mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Yəni, mənsubiyyət şəkilçisi qoşacağıq. Məsələn, mənim haram deyə bilərik, mənim kimim deyə bilərik. O və bu əvəzində biz mənsubiyyət şəkilçisi qoşa bilmirik. Mənim kimsəm, mənim nəyim mənsubiyyət şəkilçisi qoşa bildik. Mənim özüm, mənim heç nəyim yenə mənsubiyyət şəkilçisi qoşa bildik. Mənim heç kimim mənsubiyyət şəkilçisi qoşa bilirik. Ancaq mənə qoşa bilmirik. Bu da bir tərəf uyğun gəlir, bir tərəf uyğun gəlmir. Ona görə bu da ümumiyyətlə cavab olmayacaq. Düzgün cavab deməli o və bu əvəzli oldu.